Salam Şahin TV izləyiciləri, hər birinizi xoş gördük. Biz bugün Ağdam rayonunun Quzanlı ərazi nümayəndəliyində çox gözəl bir villa ilə sizi tanış edəcəyik dəyərli izləyicilərimiz. Əlbəttə ki, villamız yarım tikildən ibarətdir və Quzanlıdan Ağdam şəhərinə gedən magistral yolun düz kənarında yerləşdirilmiş. Hal-hazırda daxil olan 10 sotun içərisində yerləşmiş yarım tikili olan villamızla sizi geniş tanış edəcəyik dəyərli izləyicilərimiz. Gördüyünüz kimi əziz izləyicilər, bax burada Quzanlıdan magistral yol düz Xındırıstana, Xındırıstandan da birbaşa Ağdam şəhərinə gedir gördüyünüz kimi. Və bu məhəllədə bax bu 10 sotun içərisində yerləşən bu villamız təcili olaraq satışa çıxarılıb. Əlbəttə ki, yenə deyirəm, villamız yarım tikildən ibarətdir. Hal-hazırda villamızın içinə daxil olmamışdan öncə daxil olaraq məhəlləmizin arxa hissəsində yerləşən həyətə nəzarət edək. Villamız qoşa kubikdən tikilib, ərsəyə gəlib. Gördüyünüz kimi həyətimizdə çeşit və çeşit meyvə ağacları var, dəyərli izləyicilər. Əriy ağacı var, gilas ağacı var, fındıq ağacı var və başqa çeşitli meyvə ağacları var və arxa hissədə gördüyünüz kimi üstündə barı olan şaftalı ağacı var və məhəlləmizin dörd bir yanı zaborla bağlıdır və villamızın arxa hissəsinin görünüşünü də sizə göstəririk hal-hazırda və meyvə ağaclarımızla sizi tanış edək. İndi isə dəyərli izləyicilər, gedək villamızın içi ilə sizi tanış edək. Həyətimizdə belə bir balaca tikili var. Letni sanitar qovşaqdır, gördüyünüz kimi. Və villamızın ön görünüşünü sizə təqdim edirik. Və dəyərli izləyicilərimiz, tikili çox gözəl də tikilib, gördüyünüz kimi. İlk dəfədir ki, bir nömrəli tikililər arasında bu tikilini də görürük. Və 6 pilləkən qalxdıqdan sonra birbaşa foyemizə daxil oluruq. Nəzərinizə çatdırım ki, üst hissədə 6 otaq və alt hissədə 6 otaq, cəmi 12 otaqdan ibarət olan bir villadır. Və bir keçək villamızın otaqlarını sizi tanış edək. Gördüyünüz kimi bu cür belə gözəl bir otağı var. Və burada da belə bir gözəl bir otaq var. Və baş hissədə gördüyünüz kimi sanitar qovşaq. Və burada da əlavə böyük 2 dənə otaq var. Altı üstü.